Abşeronda dəhşətli qətl hadisəsi baş verib. Hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi, bina 26, mənzil 34-də qeydə alınıb. Beləcə, həmin mənzildə yaşayan 54 yaşlı Tərlan İbrahimov həyat yoldaşı olan Günəş İbrahimovaya bir neçə bıçaq zərbəsi vurub və qadın həmin bıçağı almaq istəyərkən kişiyə də dəyib. Qeyd edilib, kişi elə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Günəş İbrahimov isə xəstəxanaya yerləşdirib, vəziyyətin ağır olduğu bildirilir. İlkin məlumata görə hadisə ərlə arvad arasında yaranan mübahisə zəminində baş verib. Belə ki, 54 yaşlı Tərlan İbrahimov mübahisə zamanı həyat yoldaşı 48 yaşlı Günəş İbrahimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Hadisə zamanı istifadə olunan bıçaqlardan biri kişinin özünə də dəyib. Nəticədə Tərlan İbrahimov hadisə yerində keçinib. Ağır xəsarətlər alan Günəş İbrahimov isə təcili tibbi yardım briqadası tərəfindən Abşeron rayon mərkəzi xəstəxanasına çatdırılıb. Təbibin yaydığı məlumata görə avqustun 3-də səhər saatlarında saat 07:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi ərazisində çağırış daxil olub. Hadisə yerinə operativ şəkildə təcili tibbi yardım briqadası cəlb edilib. Briqada tərəfindən bir nəfər kişinin həkimə qədər ölüm faktı qeydə alınıb. Yaralı qadın isə Abşeron rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin rəyinə əsasən pasiyentə boyun nahiyəsindən, başın, döş qəfəsinin, saydin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralıları, eləcə də qarın divarının kontuzasiya diaqnozları təyin olunub. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir. Təbib bildirir ki, müəyyən müayinələr aparıldıqdan sonra yaralı qadın cərrahi əməliyyat olunub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.